Bu səbəbdən misal üçün niyə görə deyək biznesdə kişilər daha uğurludur, nəinki qadınlar. Bu davranış iqtisadiyyatı bunu çox yaxşı izah edir. Yəni risk etmək bacarığı mı? Bəli, risk etmək bacarığıdır. Və bu çox maraqlıdır ki, dünyanın istənilən yerində, ölkədən asılı olmayaraq, mədəniyyətdən asılı olmayaraq, pul gəlirlərindən asılı olmayaraq, dünyanın bütün qadınları kişilərdən daha az riskə gedirlər. Riskə getmədiklərinə görə. Amma məlumatların içərisində gördük ki, artıq 37 yaşa qədər hədəflərə çatmaq baxımından xanımlar daha irəlidədir. Çünki 40 yaşa qədər hər iki cins deyəndə ki, mən 40 yaşa qədər bütün hədəflərimə çatmaq istəyirəm. Daha doğrusu ən azı 10 hədəfimə çatmaq istəyirəm. Hədəf bu super uğur deyil də. Siz əgər dünyanın ən varlı 1000 nəfərini götürsəz, orada 1-2 dənə qadın var da, qalan hamısı kişidir. Əgər Azərbaycan istənilən bir şirkətini götürsəz, direktorlar adətən ki, dünyanın bütün ölkələrində ən varlılar, ən uğurlu biznesmenlər həmişə kişidir. Və bu buna dirəndir. Kişi niyə görə? Bioloji olaraq qadın kişidən ağıllıdır. Qadının həm beyin hüceyrələri çoxdur, həm də ki boz maddəsi beyində çoxdur. Qadının daha böyük bir potensialı var elm baxımından. Amma niyə görə buna mane olan nədir? Çünki qadınlar risk götürmür və bu da bizim təkamül prosesindən gəlir.